Salam, hörmətli tamaşaçılar. Marneuli televiziyasının efirində xəbərlər informasiya proqramıdır. Sizinlə mən Turac İbrahimovayam. Marneuli bələdiyyəsində daha dəqiq desək, Marneuli şəhərində 20 ədəd infrastruktur layihə əhalinin istifadəsinə verildi. Uşaq istirahət və idman meydançalarının tikintisi, həmçinin bərpası üçün ümumilikdə 2 milyon 44 min 424 lari xərclənib. Ətraflı sujetimizdə. Marneuli bələdiyyəsində uşaq istirahət və idman meydançalarının tikintisi, həmçinin bərpası üçün bir sıra mühüm infrastruktur layihələr həyata keçirilib. Qeyd olunan işlərə 2024-cü ildə başlanılıb. 2025-ci ildə uğurla başa çatıb. Layihələr çərçivəsində Marneulidə müxtəlif ünvanlarda yeni meydançalar salınıb. Mövcud infrastruktur da bərpa edilib. Layihələr Marneuli bələdiyyəsinin yerli büdcəsindən maliyyələşdirilib və ümumilikdə 2 milyon 44 min 424 larini təşkil edir. Marneuli şəhərində müxtəlif məkanlarda layihələr həyata keçirildi. Mini meydançalar, istirahət mərkəzləri, məşq mərkəzləri, futbol meydanları salındı. Bundan əlavə 14 məkanda yeni parklar salındı. Köhnə idman meydanları və parklar səhmana salındı. Çalışdığımız qədər bu məkanlarda ağaclar əkdik, yaşıllaşdırmağa çalışdıq. Şəhərdə 2025-ci ilin başlanğıcında 20 məkanda bu tip infrastruktur layihələrin yaradılması prosesini başa çatdırdıq. Bəzi yerlərdə yeni parklar salındı, bəzi yerlərdə isə köhnə parklar bərpa olundu. Əhali şəhərdə uşaq istirahət və idman meydançalarının salınmasını müsbət qiymətləndirir. Onların sözlərinə görə bu məkanlar hər yaşda olan insanlar üçün nəzərdə tutulub. Qabaqdan burada park yox idi. İndi park düzəldiblər. Çox qəşəng park düzəldiblər, yaxşıdır. Həm qadınlar gəlir, buraya dincəlir, uşaqlar gəlir, oynayır, dincəlir. Bizi kimi yaşlı adamlar da gəlib burada oturub dincəlirlər, günlərini keçirirlər. Amma əvvəllər burada park yox idi. Dərəxanə idi. Amma indi yaxşıdır. 100%. Yəni biz burada yaşamıyoruz, biz kənddə yaşayırıq. Uşaq bir rayona gəlmişik bazara. Uşaq, mama, nənə gedək ki oraya, biz nənə yerlə ondan sonra gedək oraya. Lazım onda belə çıxıb evdən dincəlirik, söhbət eləyirik. Çox yaxşıdır, nə deyə bilərik? Yaxşıdır, cəmaət üçündür. Dövlət üçündür, bu cəmaət üçündür. Roin Dekanodze'nin sözlərinə görə ilin sonuna dək bələdiyyənin 3 kəndində yeni meydançalar salınacaq. Marneuli Bələdiyyəsi və Subta Marneuli Kommunal İdarəsinin birgə qərarı ilə bələdiyyə tərəfindən tikinti tullantıları daşıyan maşın və 500 ədəd yeni zibil qutusu alınıb. Nəzərə alsaq ki, məişət tullantıları ayrılmır. Tikinti tullantıları isə tez-tez zibil qutularına və açıq yerə atılır. Bu tullantıları mövcud zibil maşınları ilə çıxarmaq mümkün olmurdu. Bələdiyyəyə 88 min lariyə başa gələn yeni yük maşını bu tələbatın cavabıdır. O, bələdiyyədə təmizlik və ekoloji standartları yüksəltmək məqsədi daşıyır. Qeyri-legal zibilliklər çoxdur. 10 illərdir belə davam edir. Hər zaman biz yük maşını kirayələyirdik və bu şəkildə zibilliyi təmizləyirdik. Meriya qərar verdi ki, bunun üçün ayrıca yük maşını alaq. Samasval tipli maşın aldıq. Əhali Marneulidə mövcud əsas tullantılar idarəsi ilə əməkdaşlıqla evindən çıxan tullantıları təmizləməlidir. Qiyməti də çox cüzidir. Bələdiyyə 500 ədəd yeni zibil qabı da aldı. İyul ayında bu qablar ölkəyə gətiriləcək. Qabların yetərli olmadığı yerlərə yenilərini yerləşdirəcəyik. Zibil qabı olmayan kəndlərə də qablar qoyulacaq. Aprelin 29-da başlayan emal və ambar müəssisələri üçün birgə maliyyələşdirmə layihəsinə müraciət prosesi mayın 13-ü saat 18:00-dək davam edəcək. Proqramda iştirak etmək istəyənlər Kənd İnkişaf Agentliyinin regional idarələri ilə əlaqə saxlamalıdırlar. Bizimlə söhbət zamanı İrakli Xozrevanidze izah etdi ki, proqramın məqsədi bələdiyyələrdə yeni emal müəssisələrinin tikilməsi, yeni enerjiyə qənaət edən soba müəssisələrinin
müəssisəsinin yaradılması və ya mövcud enerjiyə qənaət edən soba müəssisəsinin genişləndirilməsi, resurs bazasının inkişafı və kənd əhalisinin gəlirlərinin artırılması imkanını yaratmaqdır. Marneolidə bu proqramda iştirak etmək istəyənlər Kənd İnkişafı Agentliyinin buradakı nümayəndəliyi ilə, yəni bizimlə əlaqə saxlamalıdırlar. Proqramın məqsədi bələdiyyələrdə yeni emal müəssisələrinin tikilməsi, yeni enerjiyə qənaət edən soba müəssisəsinin yaradılması və ya mövcud enerjiyə qənaət edən soba müəssisəsinin genişləndirilməsi, resurs bazasının inkişafı və kənd əhalisinin gəlirlərinin artırılması imkanını yaratmaqdır. Yeni qanuna əsasən 2025-ci il mayın 1-dən işə götürənlər vergi xidmətinə yalnız gəlir vergisi bəyannaməsi şəklində pensiya ayırmaları təqdim edəcəklər. İşlə təmin edən bəyannaməni təqdim etməzdən əvvəl müvafiq məbləği pensiya fonduna köçürməlidir. Müddət pozulduğu halda sistem avtomatik olaraq işə götürənə cərimə tətbiq edəcək. Öhdəliyin yerinə yetirilməməsi icraata göndəriləcək. Sxemə könüllü qoşulmaq üçün işçi Gürcüstanın pensiya fonduna və ya Ədliyyə Palatasına müraciət etməlidir. 2 may beynəlxalq Harry Potter günü kimi qeyd olunur. Dünyanın müxtəlif ölkələrində sehirli ədəbiyyatda ən təsirli silsilələrdən birinə həsr olunmuş gün kimi qeyd olunur. Harry Potter kitabları və filmləri 10 illiklər boyu populyarlığını qoruyub saxlamış, nəsillərə təsir edən mədəni fenomenə çevrilmişdi. Bu tarix Harry Potterin həm ədəbi, həm də emosional olaraq dünyaya qayıdışını simvollaşdırır. YouTube'da belə balaca qısa fraqmanlarını gördüm və o qədər maraqlı gəlirdi ki, açdım, baxdım hamısına. Birinci bölümdən baxandan sonra o qədər bəyəndim ki, o fantaziyasızdır və həyatımı dəyişdirdi kimi hiss elədim. Sonra başladım bütün bölümlərinə baxmağa və bəlkə də bütün bölümlərinə bir 3-4 kərə baxdım. Sonra dostlarım mənə deyirdilər ki, film önər mənə. Mən də deyirdim ki, Harry Potter çox yaxşı filmdir. 7-8 bölümünə də baxdım. Genə hamıya önərirəm. Mən Harry Potterin bütün seriyalarını izləmişəm. Ümumiyyətlə macəraları sevirəm. Hər kəsə bu filmi izləməyi və kitabını oxumağı məsləhət görərdim. Kitab və film bir-birindən çox fərqlidir. Bizim məktəbdə uşaqlar kitabı sevirlər. Dərsləri mövzusundan irəli gələrək müəllimlər də şagirdlərə müəyyən kitabları oxumağı tapşırırlar. Harry Potter kitabını 5-6-cı siniflər aparıblar. Bu dəqiqə kitabxanada kitabın heç bir hissəsi qalmayıb. Samegrilda hüquq mühafizə orqanlarının əməkdaşları 2 Ukrayna vətəndaşını narkotik ittihamı ilə həbs ediblər. Müttəhimlər xüsusi külli miqdarda narkotik vasitələrin saxlanması, yayılması və hazırlanmasında iştirak ediblər. Axtarış nəticəsində polis 50 bağlama metadon götürüb. Saxlanılanları 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Xüsusi İstintaq Xidməti apardığı araşdırmalarla pedofiliya, cinsi zorakılıq və nalayiq davranışla bağlı 5 fakt aşkar edərək Tbilisidə yaşayan 40 yaşlı kişini həbs edib. İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qəsdən saxta Facebook və Instagram hesabları yaradıb. Bu hesablar vasitəsilə sistemli şəkildə Gürcüstanın müxtəlif bölgələrində yaşayan 14 yaşına çatmamış qızlarla əlaqə saxlayıb. Onlara müxtəlif adlar altında özünü təqdim edib, yaşını və kimliyini gizlədərək onlara pornoqrafik foto və video materiallar göndərib, seksual mövzularda müzakirələr aparıb. Xüsusi İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs yaxalanıb. 2025-ci il mayın 1-də Gürcüstan prokurorluğunun çıxardığı qərara
Qərarla həmin şəxsə qarşı 5 epizod pedofiliya və pozğun davranışda ittiham irəli sürülüb. Cinayət 12 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur. Və salam, hörmətli tamaşaçılar, bu bizim əlimizdə olan son məlumat idi. Sağ olun, sağlıqla qalın.